Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Mən bu çəkilişi Kəlbəcər rayonunun Abdullah Uşağı kəndinin ərazisindən eləyirəm. Hal-hazırda dayandığım yer kəndimizin ən yüksək nöqtələrindən biri olan rəhmətli Səfər əminin evinin yanıdır. Viran qalmış evinin yanıdır. Və bu videonu çəkməkdə məqsədim bizim kəndin ərazisində olan yer adlarını bir-bir xatırlatmaq və eyni zamanda gənclərə çatdırmaqdır. Çünki buradakı yer adlarının əksəriyyəti bugünkü gənc nəsil tərəfindən bilinmir və yaxud da ki, o zaman Kəlbəcəri tərk eləyən yeniyetmələrin, uşaqların, gənclərin əksəriyyətinin yadından çıxıbdır. Mən bu kəndi tərk eləyəndə mənim cəmi 15 yaşım vardı. Amma babamdan, atamdan öyrəndiyim və eyni zamanda uşaqlıqda hər qarışını gəzdiyim bu ərazilərin adlarını xatırlamağa çalışacağım. Deməli, o yuxarıda görünən ərazidən başlayıram. Qayalıq. Qayalıqdan aşağıki ərazidə Cəmilin yuxarıki çöpü, Cəmilin aşağıki çöpü. Eyni zamanda o birisi dərə, deməli, kəndimizin Əsrik kəndi ilə sərhəd olan hissəsini göstərir və biz həmin dəriyə Quru dərə deyirdik. Eyni zamanda orada bir tala var və həmin tala da bizim kənd sakinlərinin davamlı olaraq getdiyi yerlərdən biridir. Ora Həsən öküzü olan tala deyirlər. Bundan sonraki hissələrdə isə o ərazidə Qulunuçan, Qulunuçandan yuxarı Əhmədin biçənəyi, ondan yuxarı Topallı və təbii ki, o yuxarıda görünən daş da orada Topallı adlanır. Bundan aşağıki yer, Qulunuçandan aşağıki yer aralıq yeridir. Bu dərə, hansı ki bizim kəndin biçənəklərindən gələn bir dərədir, oradan axan suya və aşağıda çox keyfiyyətli bir sudur, bulaq suyu kimi istifadə olunur. Ona el arasında Otay suyu deyirlər. Və eyni zamanda bu hissədə görünən o təpənin adı Muncuqlu təpədir. Muncuqlu təpədən bu istiqamətə, sol istiqamətə göstərdiyim yer Almalı taladır. Almalı taladan yuxarı hissədə Şərik yerdir. Şərik yerdən bu istiqamətə deməli Göy yol, Göy yoldan bu istiqamətə Arıq gizlənən yer, eyni zamanda yuxarıki o qaya Dəlik qaya, Dəlik qayadan sola doğru göstərdiyim hissədə o qayalığın o üzündə yerləşir Kalafalıq, eyni zamanda Kalafalığın ön hissəsində yerləşir Gendərə. Ondan yuxarıki hissələrdə isə biçənəklərdə hansı ki Daşbulaq deyilən ərazi var, Daşbulaq, o görünən hansı ki bir dağ var, o dağa Maluçan döş deyilir. Onun yan hissəsindən bir qədər aşağıda Həzi yaralanan qaya, eyni zamanda Qayalıq biçənəyi, Qayalıq biçənəyinin bu istiqamətində yerləşir Nəsibin qayası, ondan yuxarıda o arada yerləşən Əvəlikli, eyni zamanda orada yenə biçənəklər var, orada da bir bulaq var və həmçinin bu istiqamətə gəlir, Kalafalıqdan bu istiqamətə o dağların arxasında bir Tək Armud deyilən bir yer var. Aşağı hissə bizim kəndin qəbirstanlığıdır. Və orada 3 qəbirstanlıq var. Kəndin ilk qədim qəbirstanlığı, sonra ikinci qəbirstanlıq, sonra o Sovet dönəmində salınmış digər qəbirstanlıq. Bu dərə isə, bu görünən hissə bizim kəndin çayıdır. Onun başlanğıc hissəsi Moz kəndinin ərazisindən, hansı ki Qoşdaş deyilən ərazidən götürür çay başlanğıcını və oradan Moz kəndini, Fətallar kəndini, Mozqaraçanlı kəndini keçərək və o istiqamətdə göstərdiyim yer ki var, ora Qoşa Armud adlanır və o Qoşa Armud ərazisindən bizim kəndə doğru gəlir. Orada görünən o dərə sərhəd dərəsidir, hansı ki o sərhəd dərəsi bizim kəndlə Mozqaraçanlı kəndinin sanki sərhəddini özündə əks elətdirir və onun yanında Hasarlı deyilən ərazi var. Bu istiqamət Lətifin yeri adlanır, ondan yuxarı hissə adlanır, hansı ki ora Qırmızı Güney deyilir, Hasarlının dərəsi, bura Göyqaya, sonra Quru dərə, Çuxur, aşağıki Çuxur, yuxarıki Çuxur, o tərəfdə Çınqıl, ora Öküzuçan adlanır. Ondan yuxarıki o yaldır, hansı ki o göstərilən o silsiləki hissə var. Bizdə ona el arasında yal deyirlər. O Zülfüqarı kəndi ilə bizim kəndin arasında olan yerdir. Digər tərəfdə bu burada göstərdiyim hissə ora Həyyanan deyirlər. El arasında belə bir adla adlandırılıbdır. Bu tərəfə gəlirik, bura deməli Palçığın üstü adlanır. Sonra bu tərəfə gəlir, ora Ruslar düşən yer deyirlər. O zaman geoloji kəşfiyyat aparan Ruslar gəlib orada bir müvəqqəti məskən saldıqlarına görə ora Ruslar düşən yer deyilir. Bu tərəfə Kolavat deyilir. Kolavatdan aşağı mənim Batur babamın evinin yuxarı hissəsində yerləşən o kiçik qayaya Pişik qayası deyilir. O yuxarı hissə Xam Güney adlanır. Xam Güneydən bu istiqamətə gəlirik Qızılqaya. Sonra Qızılqayadan sonra Bozqaya. Bozqayadan sonra o tərəfki Qızılqaya. Onun o tərəfində Pöhrəli. Bu ərazilərin hamısı bu kəndin
tarixi torpaqlarıdır və bu tərəfə gəldikdə isə o hissədə Çalaçuxur, həmçinin Zirzəmi, Aşağıki Ağıl, bunlar hamısı bu kəndin ərazisində olan yer adlarıdır. Ola bilsin ki, bəzi yerləri ola bilər ki, unutmuşam, amma uşaqlıqdan xatirimdə, yaddaşımda dərin iz buraxan, silinməz iz buraxan bu yer adları var və təbii ki, bizim gənclərimiz də, bizim formalaşmaqda olan nəslimiz də bu kənddə doğulmayıb, amma əslən bu kənddən olanlar da, bu kənddən doğulub, amma uşaqlıqda bu kəndi tərk edənlər də məhz bu yer adlarını mütləq bilməlidirlər. Bu bizim tariximizdir, bu bizim yaşamımızın bir parçasıdır, bu bizim dəyərlərimizdən biridir. Eyni zamanda o uzaqda görünən hissə Mozqaraçanlı kəndinin yanından qalxır o yol. Deməli, Mehdixanlı Kalafalığı, Mehdixanlı yurdu, oradan qalxır Həmitin yurdu, Həmitin yurdundan deməli sağ istiqamətdə Dipsiz göl var, həmçinin Dibəhli deyilən yer var, oradan qalxır yol, deməli Həmitin yurdundan qalxır, hansı ki o dağın arxa hissəsi ilə gəlir çıxır Çubuq Getməz yaylağına, Çubuq Getməz yaylağının yanında da Orucallar, Sarıbulaq, həmçinin Naibli yaylağı, müxtəlif ərazilər var ki, bu kəndin tarixini, bu kəndin keçmişini özündə əks elətdirir. Məndən bu qədər. Zaman-zaman mən kəndimizlə bağlı, eyni zamanda Kəlbəcərin müxtəlif əraziləri ilə bağlı yer adlarını, toponimləri, oykonimləri bizim izləyicilərimizin diqqətinə çatdıracağım. Çox sağ olun, diqqətiniz üçün minnətdaram.